Bakı 2015'in başlanğıcına qalan son 34 gün ərzində ilk Avropa oyunlarının məşəli Azərbaycanın bölgələrinə səyahətini davam etdirir. Sonuncu dayanacağı Qarabağda Füzuli rayonunda olan məşəl bugün Beyləqana gətirilib. Məşəlin Beyləqana səyahətini Qarabağ büromuzdan əməkdaşımız Ramil İbrahimov işıqlandırır. Son məlumatları ondan eşidəyik. Bakı 2015 ilk Avropa oyunlarının bölgələri dolaşan Məşəli Horadiz şəhərindən sonra Aran Qarabağda növbəti ünvanına Beyləqan rayonuna çatdı. Rayonun girişində quraşdırılmış Avropa oyunlarının rəmzi qapısında Məşəli yerli idmançılardan Əli Sarıyev qəbul etdi. Daha sonra 10 nəfər Beyləqanlı gənclərdən ibarət marafonçu Məşəli təqribən 3000 metr məsafədə daşıyaraq Heydər Əliyev parkında quraşdırılmış səhnəyə gətirildi. Səhnədəki Məşəli əməkdar idmançı Nofəl Hüseynov alovlandırdı. Daha sonra konsert proqramı ilə tədbir davam etdi və onu da qeyd etdim ki, Məşəli qarşılamaq üçün Beyləqan rayonunda 16 mindən artıq insan küçələrə axın edib. Bu qədər. Təşəkkür edirəm Ramil İbrahimov Beyləqanda olan Avropa oyunlarının məşəlindən xəbər verirdi.